Sevgililər günü yaxınlaşır. Sizin üçün çox gözəl və özəl bir resept çəkmişəm. Videonu yaddaşa verin ki, sevdiyiniz insana siz də hazırlayasınız. Qaba 5 ədəd yumurta, 1 çimdik duz, 1 paket şəkərli vanilin əlavə edib mikserlə qarışdırırıq. 5 xörək qaşığı şəkər tozu və 5 xörək qaşığı suyu da yavaş-yavaş əlavə edirik. Son olaraq 5 xörək qaşığı unumuzu da əlavə edib qarışdırırıq. Hazırladığımız qarışımdan 1-2 xörək qaşığı başqa bir qaba əlavə edib üzərinə qida boyası əlavə edirik. 1 xörək qaşığı unu da əlavə edib qarışdırırıq. Alınan qarışımı sıxma torbasına əlavə edərək soba listində yağlı kağız üzərində ürək forması veririk. Ürəklər öz formasını itirməsin deyə sobada 2-3 dəqiqə saxlayırıq. Daha sonra qalan qarışımı da üzərinə əlavə edib əvvəlcədən isidilmiş 200 dərəcəli sobada təxminən 7-8 dəqiqə bişiririk. Çox bişirib qurutmaq olmaz. Sobadan çıxardan kimi elə öz yağlı kağızında rulon halında bükürük, soyması üçün bir kənarda gözlədirik. Soyuduqdan sonra isə yağlı kağızdan ayırıb içərisinə istədiyiniz krem içliyi əlavə edə bilərsiniz. Zövqə görə içərisinə meyvə dilimləri və yaxud da mənim kimi kokos qırıntılar əlavə edə bilərsiniz. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik!